yox idi. Bir kənddə balaca bir qız var idi. Bu qız elə qəşəng idi ki, daha dünyada ondan yaxşısı yox idi. Anası onu həddən artıq sevir, nənəsi isə anasından da artıq sevirdi. Nəvəsi anadan olduğu gün nənəsi ona bir qırmızı papaq bağışladı. Bu vaxtdan bəri qız hara getsəydi, özünün təzə, yaraşıqlı, qırmızı papağını başına qoyub gedərdi. Qonşular da bunun barəsində yenicə deyirlər. Baxın, qırmızı papaq gəlir. Bir dəfə anası qutab pişirib qızına dedi. Qırmızı papaq, get nənənin yanına. Bu qutabları və bir küpələri ona verir. Öz də gör necədir, sağ salamattır mı? Если долго-долго-долго, если долго по тропинке, если долго по дорожке, то потихо бежать, то, пожалуй, то, конечно, то, наверное, верно, то, возможно, можно в Африку прийти. В Африке реки вот такой ширины, в Африке горы вот такой вышины, крокодилы, бегемоты, обезьяны, кашалоты, и зеленый попугай, и зеленый попугай. И как только на дорожке, и как только на тропинке встречу я кого-нибудь, то тому, кого я встречу, даже верю, не забуду, буду здрасте говорить. Здравствуйте, реки вот такой ширины, здравствуйте, горы вот такой вышины, крокодилы, бегемоты, обезьяны, кашалоты, и зеленый попугай, Qız meşəyə gedirdi. Birdən qabağına bir boz qurd çıxdı. Qurd istədi qırmızı papağı yesin, ancaq cəsarət eləmədi. Çünki yaxınlıqda odun doğrayanların ortasına tappıltısı gəlirdi. Qurd dodaqını yalayıb qızdan soruşdu. Hara gedirsən, ay qırmızı papaq? Nənənin yanına bu qutabları da bir küpəyə alıb ona aparıram. Nənən uzaqda olur. Çox uzaqda olur. Odur bax, o kənddə dəyirmanın arxasında qıraqdakı birinci evdə. Yaxşı, elə mən də sənin nənənə baş çəkmək istəyirəm. Mən bu yoldan, bax sən də o yoldan get. Baxaq hansımız daha tez çatırıq. Yaxşı. Qurd bunu deyib bütün qüvvəsini toplayıb ən yaxın yolla qaçdı. Qırmızı papaq isə ən uzaq yolla getdi. O arxayla getdi. Orada yoldan çıxdı. Ödəsi baxdı. O hələ dəyirmana çatmamış. Qurd gəlib nənənin çatdı və qapını döydü. Kimsən? Mənəm, nəvən qırmızı papaq. Sənə qonaq gəlmişəm. Qutab və bir küpə yağ gətirmişəm. Bala, ipi tut da qapı açılar. Qapı açılan kimi nənənin üstünə atıb elə o saat unutdu. Qurd çox acıydı. Çünki 3 gün idi heç bir şey yeməmişdi. Sonra qurd qapını bağlayıb nənənin yerində uzandırdı, qırmızı papağın gəlməsini gözlədi. Çox keçmədi, qırmızı papaq gəlib qapını döydü. Kimsən? Mənəm, nəvən qırmızı papaq. Sənə bu tağa da bir küpə yağ gətirmişəm. Bana ipi tut da qapı açılar. Qutabı qoy yerə. Yol gəlib yorulmusan. Özü də gəl mənim yanıma otur. Nənə, sən əllərin niyə belə böyükdür? Səni yaxşıca qucaqlamaq üçün mənim balam. Nənə, bəs qulaqların niyə belə böyükdür? Yaxşı eşitmək üçün mənim balam. Nənə, sənin gözlərin niyə belə böyükdür? Yaxşı görmək üçün mənim balam. Bəs nənə, dişlərin niyə belə iridir? Səni yaxşıca yemək üçün mənim balam.